Deyirəm, hərdən belə adam axşam vaxtı istəyir, nəsə bir dənə belə bir ləzzətli bir şey yesin ki, deyir adamın ağzı deyir gəlsin dada. Rəhmətli anam demişkən, Allah ölənlərimizə rəhmət eləsin. Fikirləşdim, neyniyim? Hələ var bir pors özüm üçün, bir nəfərlik, bir dənə quzu qovurması heç də pis olmazdı. Necə baxırsınız bu məsələyə, hə? Onda getdi. Hə, bu bizim quzumuz. Yeri gəlmişkən Hikmət müəllimə çox böyük təşəkkür bildirirəm bu cür mənə bıçaq hədiyyə verib. Kartof, pomidor, soğan, bir də duz istiyor. Başqa heç nə lazım deyil. Ərinmiş yağı bax belə atırsınız tavaya, gözləyirsiniz ki qızsın. O ki bu vəziyyətə çatdı, bax görürsünüz qızıb artıq, qızıb. Götürürsünüz sonra əndər suru əti. Bax belə, ki başlasın bax belə ses gəlməyə. Görürsünüz, bax, eşidirsiniz sesi. Bəh. Bax sonra qızardırsınız, bax bu cür nə var belə ləzzətli rəngi alınana kimi. Görürsünüz, bax bu cür nə qıpqırmızı qızarmalıdır. Bax. Sonra vurursunuz onun bax belə duzunu, duzlayırsınız onu, lezzetli. Sonra əndər, sonra pomidorla soğanı, biraz da tuz vurursunuz, yotlayırsınız, qarışdırırsınız. Sonra vurursunuz kartoşkasını, kartofunu. Bax belə. Yaxçı qarışdırırsınız. Kartoşka ilə əti, kartofu, hamısını bax belə. Sonra qazın xodunu alırsınız, bax belə. Xodunu azaltdınız. Sonra qoyursunuz üstünə qapağı. Bax belə. Allah qoysa bir 15-20 dəqiqəyə hazırdır. Vəssalam, quzu qovurmamız artıq hazırdır. Baxın bu gözəlliyə. Onu da deyim ki, hərdən bir də görürsünüz tənqid eləyirəm, kimisi hansısa restoranı, nə bilim hansısa bir yeməyi. Mən əgər neysə tənqid eləyirəmsə, deməli başım çıxır ondan ki tənqid eləyirəm. Necə deyərlər, dilim də var, dilçəyim də var. Köhnələr əbədi dünyaya köçməkdən qabaq hər şeyi öyrədib mənə köçüblər. Allah ölənlərimizə rəhmət eləsin. Bu qədər qəlbdən qəlbə.